Dahidən qarşı-qarşıya hərəkət məsələlərindən bir məsələ izahına baxaq. Aralarındakı məsafə 120 km olan iki şəhərdən qarşı-qarşıya iki velosipedçi eyni zamanda yola düşdü. Onlardan biri yol təklikdə 4 saata, ikincisi 12 saata gedir. Velosipedçilər neçə saatdan sonra görüşərlər. Qarşı-qarşıya hərəkət məsələlərində velosipedçilərin, avtomobillərin, gəmilərin neçə saat sonra görüşdüyünü bilmək üçün şəhərlər arasında olan məsafə bölünür. Yəni avtomobil və yaxud ola bilər velosipedçidir. Sürətlərinin cəminə bölürük və onların neçə saat sonra qarşılaşdığını tapırıq, görüşdüyünü tapırıq. Bizim məsələdə isə avtomobillərin sürətləri, daha doğrusu velosipedçilərin sürətləri verilməyib, biz onu özümüz tapacağıq. Əgər 120 km yolu onlardan biri 4 saata tək başına gelirsə, demək ki, onun sürətini tapmaq üçün 120 bölərik 4 eləyər 30 km saat. Digəri də həmin bu yolu tək başına 120 km yolu 12 saata gedir. O zaman onun sürəti nə qədərdir? 10 km saat. Və indi isə sürətlərini tapandan sonra məsafəni bölürük onların sürətlərinin cəminə. Sürətləri biri 30-dur, biri 10-dursa cəmi eləyir 40. 120-ni 40-a bölürük eləyir 3. Demək 3 saat sonra görüşərlər. Bu 58-ci məsələ izah edir.